Salam aleyküm, hardayam, qobdayam. Təzə məscidin yanında bir dənə sitsin təzə. 3 sotun içərisində 4 otaqlı 22 min ilk ödənişdən cehbotu qoydum ortaya. Kim istəyir gəlib götürsün işi. Bir də evdən tanış olaq. Ev tankdan vursun aşmaz. O qədər keyfiyyətli tikilib. Mətbəxdə bax. Bəzi evlərin zalından da böyüdür. Bu qiymətə ev çıxarmaq çox çətindir. Ayda 5-dən düşür, təmiz düşür. Vallahi kreditdən ev çıxarmaq olmur. İstəyəğin bütün əşyalar da qalacaq. Evdən tanışalım, mətbəx bölməsi də qalır və kamera sisteminə qədər var. Yəni hər yeri nəzarət edirsən. Burada bir dənə zalıdır. Zalıdır. Zalın ölçüsü də normaldır. Zaldan da balkona xodu var. Balkondan çöldən çəkəndə göstərəcəm. Dəmir rəşidqası da hər şey qaydasındadır. Bir dənə qapı qoymaq lazımdır. Lazım olsa da qapını qoya bilərəm. Yəni gəlir, danışarıq və yollaşacağam da. Yəni nə istəyir, problem yoxdur. Wi-Fi da var. Evlər arası məsafədə gözlənilir. Yataq otağının ölçüsünə bax. Otaqlar çox genişdir. Qiymət əla, evin özələ. Ümumi qiyməti bilirsən neçədir? Heç neçəyə. Qiymət, derskin göstərim deyəcəm. Qiyməti 22 min verdim, qalır 23 min yerində. Neçə düşdü? 45 minə. 45 min də aylıq indi gəlib 500 alıyoruz, danışarsın da danışsın. Baxın, pəncərələr arası məsafə gözlənilib. 6 boya-boy gəzmək olur. Kombi xəttləri hazırdır. Bir dənə nə lazımdır? Köçüb yaşamaq. Bir dənə evin əmması var, onu axırda deyəcəm. Bir dənə çəkim evi. Baxın. Ölçülər qəşəng. Buradan promoy padvala. Olur. Burada artıq kombi otağı kimi düzəldib. Duş kabininə qədər var. Baxın, duş kabini hamısı qaydasında. Yəni hər şey fikirləşilib. Sanuzelin aksesuarları da hər şeyi var. Vallahi bu qiymətə bugünkü gündə ev çıxarmaq çox çətin məsələdir. Yəni ayda 5-6 dənə yenə deyirəm çıxır kreditdən normal evlər. 4 otaqlı ev 22 min ödənişdən harda var? Heç yerdə yoxdur. Nəğdə alışa 2000 deyir, 3000 maksimum endirim eləyərəm. Real puldan gəlsələr amma. Və burada ayrıca bir dənə şkaf qoydum bura. Ayaqqabı dəyişməyə, paltar asmağa yerin. Bir dənə çöldən də tanış edeyim. Əmması nədir? Yoldan 600-700 metr məsafədədir. Bax, suyu var, qazı var, işığı var, hər şey var. Baxın, domofonla kim var. Çöldən görünüşü də budur. Elə ev var, içərisi saraydır, çölü yaman gündür. Amma bunun üzü də qəşəngdir, içərisi də qəşəngdir. Görürsünüz, 2 mərtəbə tiplidir, həyəti genişdir. Bir dənə otoyol təmizləyici, çünki yaşayış yoxdur. 2,8 sotun içərisindədir. Bir dənə evin birinci mərtəbəsi ilə də tanış olaq. Demək olar ki, qanuni mərtəbədir. Baxın, əl də çatmır yuxarıya. Yəni buranı da istəsən bax, yay mətbəxdir ki, bura mətbəx eləyib, burada istəsən əl damı, yəni nə istəsən eləyə bilərsən. Otaq kimi də düzəldə bilərsən burada. Ağardıb, hazır, şkatır vurulub. Yəni bu qiymətə əladır. Vallahi bugünkü gündə bu evi başa gətirmək mümkündür. Bu qiymətə görsə atmaları yəni. Yəni bu qiymətə mümkündür. Yəni başı çıxan adam o dəqiqə biləcək ki, gəlmdən buradan da göstərim. Yəni həyət baca geniş. Suyu var. Deyirsə, təkcə suyunu çəkdirmək 3000 elə pul xərc eləmişəm. Yəni əlaqə saxlayın. Dedim də bir dənə əmması yoldan 700 metr məsafədə olmağıdır. Yəni yol qırağı ev axtaranlar gəlməsin. Yenə də deyirəm, yolun qırağında ev axtarırsansa, gəlmə. Amma dəyər ev axtarırsansa, bu ev dəyər qiymətdir. Sonra satılandan sonra məni yığma ki, niyə satıldı? Vaxtında görmüsənsə, dur gəl, fikirləşmə 3 günə gələrəm. Satılacaq, qalmayacaq. Vaxtında gəl, behivi götür, gəl, həll.